6 aylıqdır xayasında maye toplanıb, dolduğundan var, heç azalma yoxdur, əməliyyat edilməlidirmi? İlk 6 ay içərisində bunların böyük əksəriyyəti ilk 1 il içərisində təqribən 90%-ə qədəri öz-özündən keçib gedir. Hər vaxtınız xeyir. YouTube kanalında xoş gördük hər birinizi və uşaq urologiyasında, uşaq cərrahisində maarifləndirici videolar çəkməyə davam edirik. Uşaqlarda xayadakı maye ilə bağlı verilən suallardan birini cavablamaq istəyirəm. Uşağın xayasında 6 aylıqdır, xayasında maye toplanıb, dolduğundan var, heç azalma yoxdur, əməliyyat edilməlidirmi? Bu şəkildə cavab verəcəm. Xeyr, əməliyyat olunmamalıdır, amma uşağı mütləq müayinə etmək lazımdır. Bu haqda biraz ətraflı məlumat vermək istəyirəm. Ümumiyyətlə, maye toplanması yeni doğulmuş uşaqların 5-dən təqribən 2-sində görünə bilər. İlk 6 ay içərisində bunların böyük əksəriyyəti ilk 1 il içərisində təqribən 90%-ə qədəri, bəzi kitablar 60% yazır, öz-özündən keçib gedir. Maye toplanmasının tibbi adı hidroseldir. Hidrosellər 2 yaşa qədər əlaqəli olan və ya əlaqəli olmayan hidrosel belə olsa izlənilə bilər və bunların öz-özündən itib getmə potensialı 90%-ə qədər olaraq qeyd olunur. Əgər bir uşaqda 2 yaşını keçmiş və anlamlı bir hidroseli varsa, anlamlı hidrosel dediyimizdə nəyi nəzərdə tuturuq? Burada hər hansı bir millim göstəricisi yoxdur. Misal üçün, uşağın xayasında bu qədər millim su olanda 2 yaşından sonra mütləq əməliyyat olunsun. Belə bir tibbi məlumat yoxdur, belə bir tibbi göstəriş yoxdur. Amma anlamlı hidrosel nədir? Yəni, xaya dərisini gərginləşdirən, görüntüdə kosmetik, estetik olaraq xayanın həqiqətən də problemli olduğu görünən və eyni zamanda uşağa fizioloji olaraq yeriyəndə, hərəkət edəndə narahatçılıq yaradan bir hidrosel varsa, o əməliyyat edilə bilər 2 yaşından sonra. Nəyə görə bunu bu şəkildə deyirik? Çünki tibbi olaraq bilirik ki, gələcəkdə belə bir araşdırma yoxdur ki, və ya bir insanın misal üçün xayası kiçilsin, yaxud da övladı olmasın, araşdırılsın, baxılsın ki, bunun uşaq vaxtı hidroseli olub, əməliyyat edilmədiyi üçün xayası inkişafdan qalıb. Yəni, belə bir case yoxdur dünyada, belə bir şey olmur. Yəni, hidrosel xayanın inkişafına mənfi təsir etmir. Belə bir elmi araşdırma yoxdur heç bir kitabda və qaynaqda. Nəyə görə əməliyyat edirik? Sual olunur ki, bəs əgər xayaya zərər vermirsə, niyə əməliyyat edirik? Əksər hidrosellərdə unilateral, yəni eyni tərəfdə qasıq yırtığı olur. Ən əsas göstəriş budur. Bir, travmalar zamanı, yəni hər hansı bir kiçik travmalarda periton çıxıntısı dediyimiz o içərisində su toplanan kisə travmalardan içinə qanayıb infeksiyalaşa bilər. Bu zaman xaya üzərindəki şişlik, qızarıqlıq, antibiotik müalicələri və s. infeksiya kimi problemlər xaya zərər verə bilər. İkinci bir məsələ, o maye toplanan mayələr ümumiyyətlə infeksiyaya meyilli olur. Yəni, vücudumuzda hər hansı bir yerdə bir infeksiya olanda, viral infeksiya ola bilər, bakterial infeksiya ola bilər, uşaq tənəffüs yolu xəstəliyi keçirə bilər. O infeksiyanın qan vasitəsilə, mayələr vasitəsilə həmin xaya içərisindəki mayəyə keçməsi infektə hidrosel dediyimiz o mayenin iltihaplanmasına səbəb ola bilər. Bu da cərrahi olaraq əməliyyat üçün göstərişdir. Digər bir səbəb isə 2 yaşına çatmayan uşaqları nə zaman əməliyyat edə bilərik? Bu isə abdominaskrotal hidrosel, yəni çox böyük hidrosel, yəni sidik kisəsinə qədər uzanan bir hidroseldirsə, bunu da 2 yaşını gözləməyə gərək yoxdur. Daha erkən aylarında, hətta 6 ayından sonra belə əməliyyat edilə bilər. Hidrosellərin qarın hissəsindəki kanalı və xaya hissəsindəki kanalı bağlanıb, sadəcə orta hissədə maye toplanarsa, buna kordon kistaları, yəni kanal kistaları deyirik. Kanal kistalarında da yanaşma 2 yaşa qədər təqib etməkdir. 2 yaşa qədər bunların 90%-ə qədəri sorulur. 2 yaşından sonra davam edərsə, 1 santimin altında isə təqib oluna bilər, 1 santim və üzərində isə cərrahi olaraq çıxarıla bilər. Sonda qeyd etmək istərdim ki, xahiş edirəm YouTube kanalımıza abunə olasınız və daim sizə bildirimlər gələcək. Oradan YouTube kanalımızdan videolarımızı daim izləyib öz şərhlərinizi bildirə bilərsiniz və çalışacağım ki, bütün şərhlərinizə vaxtı-vaxtında cavab verim. Təşəkkürlər.